Herkese salam dostlar. Bu günləri mən sizlərə 5 aprel OTK-nın 9 siniflər üçün keçirmiş olduğu sınağın izahını verəcəm. Başlayaq ilk sualdan. İlk sualda deyir ki, 2x kvadrat çıx 8 sıfırsa tənliyin köklər arasını tap. Bunu viyyətlə də yazmaq olar, adi tənli kimi də yazmaq olar. Viyyətlə belə yazaraq da köklər asili S böl A-dır. Burada da S -8-dir. Axı, -8-i bölərik 2-yə, cavab -4y variantı. Və yaxud da -8 atarıq bu tərəfə. 2x kvadrat bərabərdir 8, x kvadrat bərabərdir 4. 4 də həm 2-nin, həm də -2-nin kvadratıdır. Axı, yəni x1 2-dir, x2 -2-dir. Onların da hasili yenə -4 eləyər. 32-də deyir ki, ştrixlənmiş hissəyə hansı uyğun gəlir? Biz baxırıq ki, burada S dairəsinin bir qismi rənglənib. Məsələn, burada rənglənsə bir dənəcə variantlar üzərindən gedək. Məsələn, variantlarda yazıb ki, A ilə B birləşir, S kəsişir onların. Yəni, S kəsişir A ilə B-nin birləşməsi ilə və çıxılıb A-B-S-nin kəsişməsi. Bax, bu düzdür. Həqiqətən də S A-B-dən kəsişir. Amma bu qismi çıxılıb. Bu qismi hansı hissəsidir? Üçünün də kəsişməsi. Deməli, biri 100% doğrudur. Onda D getdi, C getdi. 100% düzdür. 2-yə baxırıq. 2-də deyir ki, A, B, S üçü də birləşir və çıxılır üçünün kəsişməsi. Bu səhvdir. Üçü də birləşmir axı. S kəsişir A, B-nin birləşməsi. Ona görə bu səhvdir ümumiyyətlə. 2 səhvdir. Qaldıq ya 1-dir, ya 1-3-dür. 3-ə baxırıq. Deyir, A ilə B kəsişir. A ilə B kəsişir. B ilə S kəsişir. Bir də bunlar birləşir. A ilə B-nin kəsişməsi uşaqlar. Bu hissədə bilirsiniz. B ilə S-nin kəsişməsi. O da bu hissədir. Onu da başqa nə ilə yazaq? Bu hissədir. B ilə S-nin kəsişməsi. Onda belə çıxır ki, A ilə B kəsişir, B ilə də S kəsişir olan isə bu rənglədiyim hissədir. Deyir ki, burada olsun, amma üçündə olmasın. Yəni, ortaq kəsişmədə olmasın. Yox, bu da səhvdir. Çünki bu hissə boşluqda qalır axı. Bildiniz necə? B ilə S kəsişir, A ilə B kəsişir. Onu başa düşdü. Amma bu hissə boşluqda qalırdı. Yəni, bu hissəni götürməliyik. Ona görə 3 də olmayacaq. Cavab olacaq yalnız bir Y variantı. Biraz çətindir. 33-ə deyir ki, perimetri 32-dir, hündürlüyü 6 olan rombun sayısını tap. Rombun bütün tərəfləri bərabər olduğuna görə tərəfi tapmaq üçün perimetri 4-ə bölürük. O da 8. Və hündürlük veribsə rombun sahə düsturu AH düsturudur. Ona görə də S bərabərdir AH-dan tapsaq 8-i 6-ya vuracaq. Cavab 48 A variantı. 34-cü suala baxırıq. Deyir, N-in neçə natural qiymətində bu kəsir, bu ədəd natural ədədlər. Bax, N-də natural olmalıdır, cavab da natural olmalıdır. Yəni, 12-nin natural bölənlərini tapmalıyıq. Bunu balaca deyəni sayı da bilərik. 12 1-ə bölünür, 2-yə bölünür, 3-ə, 4-ə, 6-ya, bir də 12-yə. Düzdür, 1, 2, 3, 4, 6, 12. 6 dənə C variantı. Və yaxud da 12-ni sadə vuruqlara ayırarıq. 2-nin kvadratı vur, 3 üstü 1 yazarıq və natural bölən sayı düsturuna görə 2 üstə 1 vur, 1 üstə 1 də yazsaq, yenə də cavabı 6 alarıq. 35-də sistem tənlikdir. Bu sistem tənlik çox düşür imtahanlara, sınaqlara. Gəl belə eləyək, yuxarını kvadrata qaldıraq. Bax, belə kvadrata qaldıraq. Aşağında olduğu kimi yazaq. Və aşağıdan yuxarını çıxaq. Bunlar gedəcək, olacaq y kvadrat bərabərdir 3. Elə bizdən də y kvadrat istəyir, cavab B variantı. Və yaxud da ikinci üsulda öyrədək. Və yaxud da götürəcək, nə inəcək? Belə elə bilərik. Elə yenə də kvadrata qaldırıb yaza bilərik. Heç bir şey. Elə belə bəs edir. Keçək 36-cı suala. Deyir, ədədi faizli ifadə elə. Ədədi faizə çevirmək üçün bilirik ki, 100-ə vurmaq lazımdır. 100-ə də vursaq olacaq, deməli, 12,8 A variantı. Növbəti sual. Deməli, bu neçənci sualdır?
36 idi, indi 37-yə baxırıq. Deyir, iki paralel düz xətt üçüncü ilə kəsişəndə alınan uyğun bucaqlar alfa 36-dır, beta da 3m/12-dir. Biz də bilirik ki, iki paralel düz xətt üçüncü ilə kəsişəndə uyğun bucaqlar bir-birinə bərabər olur. Yəni 36-nı bərabər edirik 3m/12-yə. Buradan 3m bərabərdir 24-ə, m də olur. Deməli 8 m-i tapdıq. Elə bizdən də m istəyir, cavab C variantı. A üstə gəl 1 bölə A üstü -1 1 bölə adda bilməliyik onu. 5-də deyir A kvadrat üstə A üstü -2-ni tap. Uşaqlar, gəl A üstə -1 yazaq 1 bölə A kimi bərabərdir 5. Bizdən də istəyir A kvadrat üstə gəl A üstü -2 də 1 bölə A kvadratdır. Bunu istəyir bizdən. Bunu köməkçisindən də eləyə bilərik. Hər tərəfi kvadrata qaldıra bilərik. Gəlin hər tərəfi yenə kvadrata qaldıraq. Bax, bunun hər tərəfini kvadrata qaldırsaq. Olacaq A kvadrat üstə gəl 1 bölə A kvadrat üstə gəl 2 vur A vur 1 bölə bərabərdir 25. A-lar ixtisar getsə, bu müsbət 2-ni bu tərəfə atsam, mənfi kimi olacaq. A kvadrat üstə 1 bölə A kvadrat bərabərdir 23. Elə bizdən də onu istəyirdi, cavab B. Köməkçisindən də yazmaq olardı. 39-cu sualda A üstə B üstə C 12-dir. Deyir, bunun qiymətini tap. 3 rəqəmli ədədin açılışı belədir də. 100A üstə 10B üstə C. BCA-nı belə açacaq. 100B üstə 10C üstə A və CAB-də 100C üstə gəl 10A üstə B. Burada 100A, burada 1A, burada 10A. Edir 111A. 10B, 100B, 1B edir 111B. Və 1C, 10C, 100C edir 111C. Biz buradan 111-i ortaq vurğu çıxarsaq qalacaq ABC-nin cəmi. ABC-nin cəmi də 12 olduğuna görə yerinə qoysaq 111 vur 12. Bunu da hesablasaq. Deməli 111 12-yə vursaq olacaq 1332. O da C variantı. 40-cı sual. Hansı ədəd irrasional ədəd deyil? İrrasional ədədlər bilirik ki, dövrü olmayan, yəni kökdən çıxma ədədlərə deyilir. Baxın, bu Y variantında 3-cü dərəcədən 5-dən kök çıxmır. 2-ci dərəcə deyil ki, kök çıxsın. Bax, bu irrasionaldır. Bizə irrasional olmayanı istəyir. Yəni, bu deyil. Kök 5 də irrasionaldır, çünki buradan kök çıxmır. Kök 15-dən də kök çıxmır, qaldı ki, onun üstünə 1 gələk. Bu da irrasionaldır. Kök 5-dən də kök çıxmır, 1 də çıxsaq yenə də alınmayacaq. Cavab C-dir. Niyə görə? Çünki 4-cü dərəcədən 16 o deməkdir ki, yəni 4-cü dərəcədən 2 üstü 4, 4-lər də ixtisar getsə 2 qalır. Buradan kök çıxır, bu rasionaldır. 41-ci sualda ABCD kvadratının adi tərəfi ASY üçbucağının AY tərəfi üzərindədir. Yəni şəkildə verilib. Və AYC 32 dərəcədir. AYC, bura 32 dərəcədir. Bizdən istəyir ACY-ni, ACY-ni istəyir. Buranı istəyir və buranı. Aha. Dedik ki, ABCD kvadratdır. Onu da deyib bizə kvadrat olduğunu. Əgər ABCD kvadratdırsa, uşaqlar, bir dənə bunu silək. Biz bilirik ki, kvadratın bu diagonalı sayılır da. Kvadratın diagonalı həm də bucağının tənbələndə, onda burada 45 düşür. Burada 45 düşür, onu bilirik. Düzdür? Həmçinin burada 45-dir, burada 90-dır, burada 90-dır. Biz buranı tapa bilərik də, çünki burada 90-dır, buranı 32 veribsə, bu bucaq, bu bucaq. Bizdə olacaq, deməli, 90 çıx 32, yəni 58 dərəcə. Bizdən də ASY-ni istəyir axı. 45 də burada var, 58 də burada var. 45 ilə də 58-i toplayacağım, eləyəcək 103 dərəcə Y variantı. 42-ci suala baxırıq, uşaqlar. 4-də 1 A üstü -2 B kubu vur 2 üstü 5 A B kvadratının kubunu sadələşdir. 4-də 1-ə dəymirik. A üstü -2-yə dəymirik, B kubuna dəymirik. 2 üstü 5-i bilirik ki 32-dir. 2-ni 5 dəfə özünə vuranda. A B kvadratının kubu da üstlər vurulur, olur deməli A kubu B üstü 6. Bunlar ixtisar getsə 8 eləyir, 8. A-ların üstü toplanır da. Vurmada üstlər toplanır, əsaslar eyni olanda. Olur A üstü 1, yəni A. B-lərin də üstü toplanırsa, bu B kubudur. B üstü 6 olur, B üstü 9. O da olur C variantı. Bu da belə. 43-cü sual. Çoxhədli vurğulara ayrılması. Gəlin bunu qruplaşdıraq. Bax, bu ikisini bir qruplaşdıraq, bu ikisini bir qruplaşdıraq.
Birincidə ortaq 2x-i çıxartsaq qalacaq. Hər tərəfi 2x-a bölsək 4 üstəgəl y. Buradan da mənfi 3-ü çıxartsam, o da y üstə 4 ya da 4 üstə y. Onsuz toplanan yer dəyişə bilər də. Buradan da 4 üstə y, yəni y üstə 4-ü çıxarsam ortaq vuruq, qalacaq 2x çıx 3. Yəni y üstə 4 vur, 2x çıx 3. Cavab D variantı. 44. Bütün tillərin uzunluqları cəmi 48 olan kubun tam səthinin sayısını tap. Kubun 12 tili var və bütün tilləri bir-birinə bərabərdir. Hər tilinə də A desək, 12 dənə A-mızı 48 verib bizə. A-mız buradan olur 4. Tam səthin sahəsi də 6A kvadratdır. Çünki kubun 600-ü var. Yerinə qoysaq 6 vur 4-ün kvadratı, o da edir 16 vur 6-dan 96 A variantı. 45-ci sual. Deyir ifadəni, qiymətini hesabla. Uşaqlar, 2 kök 2-yə dəyməyək yuxarıda. Bu ifadəyə dəyməyək. Aşağıdan gəlin. 2 çıx kökdə 6-dır, bu düzdür. Mən buradan kök 2-ni çıxarsam. Mən hər tərəf kök 2-yə bölsəm. Baxın. Buradan kök 2-ni çıxarsam. 2-ni kök 2-yə bölsəm kök 2 eləyər. Bu kök 6-nı kök 2-yə bölsəm kök 3 eləyər. Düzdür? Bunlar bir-birinin əksidir. İxtisar gedir, mənfi 1 qalır. Bu kök 2-lər də ixtisar gedir. Cavab mənfi 2Y variantı. 46-cı sualda belə bir bərabərsizlik verib 3-də 1 A üstə 2-ni istəyir. Gəlin hər tərəfi 3-də 1-ə əvvəlcə vuraq. 3-də 1-i 6-ya vuraq. 3-də 1-i A-ya vuraq və 3-də 1-i 18-ə vuraq. İxtisar getsə, bura 2, bura 6 eləyir. Deməli 2 kiçik bərabər 3-də 1A, kiçik bərabər 6 olur. Və hər tərəfində üstünə 2 gəlməliyək, çünki üstə gəl 2 yazdım. Olur 4, 3-də 1A üstə 2 və 8. Bax, 4 ilə 8 arasında 4, 8 daxil olmaqla ala biləcək tam qiymətlərin cəmi istəyir. Yəni 4-ün, 5-in, 6-nın, 7-nin, 8-in cəmini istəyir. Bu 15, bu da 5, 20, bu da 10, 30. Cavab 30. 47-ci sualda deyir, M-2,6 nöqtəsi ucları A-5, 3 və B-Y nöqtələrində olan parçanın orta nöqtəsi olarsa. Baxın, A-5, 3-dür. B-Y-dir. Və M onun orta nöqtəsidir. Parçanın orta nöqtəsi düsturuna görə biz bilirik ki, X1 ilə X2-ni toplayıb 2-yə böləndə A-nı verməlidir. Y1 ilə Y2-ni toplayıb 2-yə böləndə B-ni verməlidir. Yəni orta nöqtəni verməlidir. Yəni -5 ilə X-i toplayıb 2-yə böləndə -2-ni verməlidir. 3 ilə Y-i toplayıb 2-yə böləndə 6-nı verməlidir. İndi yuxarını silək. Deməli, bunu çarpaz vursaq, olacaq. -5 üstə X bərabərdir -4. X də bərabər olur buradan 1-ə. Və bunu da çarpaz vursaq, 3 üstə Y bərabər olur 12-yə, Y də olur 9-a. Onların da cəmi olur 10. Cavab 10. 48-də deyir ki, 3 ardıcıl tək ədədin cəmi 81-dir. Biz bilirik ki, ardıcıl ədəd tək ədədlərdir, cüt ədədlərdir. Bunlar 2-2 artır. Ona görə birincisine X desəm, ikincisine X üstə 2, üçüncüsünə X üstə 4 deməliyəm. Cəmi də 81-dirsə, toplasaq bunları. Burada 3 dənə X var. Bir də 2 ilə 4 toplasaq 6 eləyir, bərabər 81. Buradan 3x tapmaq üçün 81-dən 6 çıxıram, eləyir 75. 75-i də 3-ə bölürəm, 25. Bu ədədlərdən ən böyüyünü istəyir. Ən böyüyü budur. Yerinə qoysam olacaq 25 üstə 4-dən. Cavab 29. 49-cu suala baxırıq. ABC düzbucalı üçbucağı verilib. C bucağı 90-dır. AB 13-dür. BC 12-dir. Tangens bucaq A-nı tapmamızı istəyir. Biz bilməliyik ki, bucaq tangens bucağa qarşı katet böl bitişik katetdir. Bitişik katetdə Pifagora görə tapsaq 13-ün kvadratı çıx 12-nin kvadratından. Deməli 25 o da edir 5. Yəni 12 bölü 5 o da eləyəcək 2,4. Əslində tangens düşməməlidir buraxılışa. İndi OTK salıb. Keçdik 50-ci suala. Deyir ki, A məntəqəsində ilin ilk 6 ayında düşən yağıntının miqdarı cədvəldə verilmişdir. Düşən yağıntının bu aylar üzrə orta aylıq miqdarını hesablayın. Yəni ədəd ortasını tapın. Biz bunları toplayıb sayına bölməliyik.
32, 28, 36, 33, 25 və 20-ni toplayıb böləcəyik 6-ya, çünki 6 aydan söhbət gedir. Bunları toplasaq, deməli 32 üstə 28 60 edir, üstünə 36 gəlsək 96, üstünə 33 gəlsək 129, sonra 25 gəlirik 154, sonra 20 gəlirik 174. 174-ü də 6-ya bölsək eləyəcək 29. Cavab 29. 51-ci sualda A bölü B 1 bölü 3 nisbətindədir, B bölü C 6 bölü 7 nisbətindəsə, C bölü 6. Biz burada nəyə baxacağıq? Birinci ədəd birinci hərfi göstərir, ikinci ikincini. Yəni A 1-i göstərir, B 3-ü. Amma burada B 6-nı göstərir. Biz bu B-ləri eyniləşdirməliyik. Bax, bura 6-dır, bura 3-dür. 3-ü 6 eləmək olar da. Neyniyərik? 2-yə vurarıq hər tərəfi. Yəni A bölü B bərabərdir. Bunu hər ikisini 2-yə vursaq olacaq 2 böl 6. Bu tərəfə də dəymirik. 6 böl 7. Baxırıq ki, A 2-ni göstərir. 2K da yaza bilərik buna. B 6-nı göstərir, yəni 6K. Burada B 6-nı göstərir, B 6K eyni ədədi göstərməliydi. C də 7-ni göstərir, 7K. Bizə deyir C-ni A-ya böl, yəni 7K-nı böl. A-mız da 2K daxı. K-lar ixtisar getsə cavab 3/5 olur. 52-ci sual. Bütün iki rəqəmli natural ədədlər bir dəfə olmaqla eyni ölçülü kartlara yazılaraq qutuya atılır. Bütün iki rəqəmli natural ədədlər. Qutudan təsadüfi olaraq çıxarılan bir kartda 9-a qalıqsız bölünən, lakin 5-ə bölünməyən ədəd olması ehtimalında. Aha, maraqlı bir sualdır. Biz əvvəlcə mümkün halları, yəni ümumi halları sayını tapaq. Mümkün hallar sayı, yəni burada nə qədər variant var? Onu tapaq. Biz bilirik ki, iki rəqəmli ədəd başlayır 10-dan, bitir 99-da. Burada 90 dənə ədəd var. Bunu əllə saymağa ehtiyac yoxdur. Qayda budur. Sonuncudan birincini çıxıb üstünə 1 gəlirsən. Yəni 90 dənə ədəd var. İki rəqəmli ədəddə. Söhbət iki rəqəmli ədədlərdən gedir. Deməli, ümumi hallar sayı oldu 90. 90 dənə ümumi hallar sayıdır. Ehtimal bərabərdir. Məxrəcə 90 yazırıq. Bizə deyir ki, elə ədəd çıxar ki, 9-a bölünsün, amma 5-ə bölünməsin. Aha, maraqlıdır. 9-a bölünüb 5-ə bölünməyə ədədlər tapmalıyıq. İki rəqəmlilərdən. Hansı ədədlər ki, iki rəqəmlərdən 9-a bölünür, amma 5-ə bölünmür? Gəlin baxaq. Birinci iki rəqəmlimiz 9-a bölünüb 5-ə bölünməyən iki rəqəmlimiz bilirik ki, 18-dir. Düzdürmü? 18-dir. İkincisi 27-dir. 9 artırında, çünki 9-a bölünən deyir axı. Bir dənə 9 gəlsəm üstünə 36. Bir dənə 9 gəlsəm 45 eləyəcək. 45 isə 5-ə bölünür, ona görə 45-i götürə bilmərik. Bir dənə 9 gəlsəm 54. 54 5-ə bölünmür, amma 9-a bölünür. Bir dənə 9 gəlsəm 63. Bir dənə 9 gəlsəm 72. Bir dənə 9 gəlsəm 81. Aha, bir dənə 9 gəlsəm 90 edir. 90-ı götürə bilməliyik, çünki 5-ə bölünür. Bir dənə 9 gəlsəm 99. Yəni rahat da saymaq, narahat olmayın. Saya bilərsiniz imtahanda, çox olmayacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 90-da 8. Bunlar da 2-yə ixtisar getsə 45-də 4 eləyir. Cavab 45-də 4. Maraqlı bir ehtimal sualı düşə bilər belə bir tip sual imtahanı. 53-cü sual. ABC üçbucağında MN paraleldir AC-yə. Bu xətlər bir-birinə paraleldir. Və BN-in NC-yə nisbəti 2-nin 3-ədir. Yəni, bura 2K-dırsa, bura 3K-dır. Onda cəmi bura 5K-dır. MBN üçbucağının sahəsinin AMNC üçbucağının sahəsinə olan nisbətində oxşarlıq eləyək. Burada biz bilirik ki, üçbucaq MBN oxşardır üçbucaq. Deməli, A, B, C-yə. Niyə? Çünki burada uyğun bucaqlar var paralelliyə görə, ona görə. Məsələn, bu beta-dırsa, bu da beta-dır. Bu da zaten hər ikisinin bucağıdır. Burada bir qamma desək. Onda uyğun nisbətlərə görə MB-nin üçbucağının sağ tərəfi 2K-dır. ABC üçbucağının sağ tərəfi 5K-dır. Bərabərdir. Amma kvadrat yazacağım. Niyə? Çünki sahədə, oxşarlıqda K-nın kvadratı idi axı ona görə. Və üçbucaq MBE-nin sahəsində böləcəm ABC-nin sahəsinə. Burada K-lar ixtisar getsə
olacaq 4 böl 25 bərabərdir SMBN böl ABC. Aha. Mən nə görmüş oldum burada? Bunları silək artıq. Mən görmüş oldum ki, burada MBN 4-dürsə, məsəl üçün ABC 25-dir sahəsi. Yəni bura tutaq ki 4S-dirsə, hamısı 25S-dir. Onda burada düşür 21S-də məntiqlə. Çünki cəmi 25 olmalıdır. Bizə deyir ki, MBN-i, yəni 4S-i deyir, böl AMN-sə, yəni 21S-ə. Cavab da olur, S-lər ixtisar getsə 21-də 4. Maraqlı bir oxşarlıq sualı. 54-cü suala baxırıq. Mərkəzi O nöqtəsində olan çevrənin MN vətəri AB diametri ilə AB diametri burada K nöqtəsində kəsişir. OK-mız 4-dür. OK 4-dür. Biraz böyüdək. OK 4-dür. Aha. Burada 4 yazdıq. Və AK X-dir. Burada X yazdıq. Uşaqlar, bu diametrdirsə, onda bu mərkəzsə, burada radiusdur, burada radiusdur, elə deyil. Biz də bilirik ki, radiuslar bir-birinə bərabərdir. Onda bu avtomatik X üstə 4 olur. Sonra MK X üstə 1-dir. Buraya yazıram X üstə 1 MK-ya. MK da X üstə 6-dır. Biz də vətərlərin xassəsinə görə iki kəsişən vətərdə bilirik ki, vətərlərin bölündüyü hissələrin hasili bir-birinə bərabərdir. Yəni AK ilə KB-nin hasili bərabərdir MK ilə KN-in hasilinə. AK bizdə X-dir. KB uşaqlar, bax buradan buradır. Fikir verirsinizsə 4 buradadır, X üstə 4 də buradadır. Yəni X üstə 8 edir. X üstə 8 bərabərdir. MK-mız X üstə 1-dir. KN-imiz də X üstə 6-dır. Bunu biraz sadələşdirsəm, vurub açsam, X kvadrat üstə 8X, bax belə vurub açıram. Bərabərdir, bunu vurub açsam, X kvadrat üstə 6X üstə 1X üstə gəl 6. X kvadratları islah eləyək, çünki keçəndə bir-birini aparacaq. Qalacaq 8X bərabərdir 7X üstə 6. X-ları sol tərəfə atsam, X bərabər olur 6-ya. X-i tapdım. Bizdən çevrənin radiusunu istəyir. Çevrənin radiusu da X üstə 4 olduğuna görə cavab olacaq 6 üstə 4-dən 10. Maraqlı bir sual. Və nəhayət sonuncu sual funksiya sualdır. Deyir, M parametri neçə tam qiymətində bu funksiyanın təpə nöqtəsi birinci rübdə yerləşir. Aha, maraqlı bir sual. Funksiyanın təpə nöqtəsinin birinci rübdə yerləşməsi üçün, baxın bir dənə, deyək ki, parabolda özü qolları yuxarıda, çünki A-sı müsbətdir. Birinci rübdə yerləşməsi üçün təpə nöqtəsinin haradasa belə bir qrafik olmalıdır bu. Yəni bunun M-i və N-i ikisi də sıfırdan nə olmalıdır? Böyük olmalıdır. M-i və N-i ikisi də sıfırdan böyük olmalıdır. M-in düsturu nə idi? Parabolanın, söhbət bu M-dən getmir. Söhbət parabolanın təpə nöqtəsindəki M-dən gedir. Onun düsturu, ona bəzən X0 da deyirlər. Mənfi B bölü 2A-dır. Bu sıfırdan böyük olmalıdır. N-in də düsturu 4AC çıx B kvadrat bölü 4A-dır. Bu da sıfırdan böyük olmalıdır. İndi yerinə qoysaq, bizdə B-imiz mənfi M-dir. Mənfi B-imiz olacaq M. M böl 2A. 2 vur 1. A1 daxil. Bu böyük olmalıdır sıfırdan. Bunu da çarpaz vursam M sıfırdan böyük olacaq. Düzdürmü? M böyük oldu sıfırdan. Bu belə. Digər tərəfdən 4AC üstünə görə 4 vur 1 vur 4. Çıx B-imiz M kvadrat olacaq. B kvadratımız böl. 4 vur 1. Bu da sıfırdan böyük olmalıdır. Bu da olacaq. Deməli 16 çıx M kvadrat böyüdür 0. Çarpaz vururam. Buradan hər tərəfi mənfiyə vursaq M kvadrat çıx 16 kiçik 0 olacaq. Mənfiyə vururam. Çünki işarəni dəyişək ki M kvadrat qabaqda olsun. Bunu da M çıx 4 M üstə 4 kimi açıram. Köklərini tapıram. Bunun kökü 4 olur. Sıfıra çevirən qiymət. Bu mənfi 4 olur. Və intervallar üsulundan yazsam. Çünki kvadratikdə də yüksək dərəcələr. Müsbət, mənfi, müsbət olur. Çünki müsbətdən başlayıb. Bizə də kiçik 0 lazımdır deyənə ortanı götürürük. Cavab olur mənfi 4, 4 aralığı. Burada da sıfırdan böyük yazmışdı. Onu da kəsişdirmək lazımdır. Yəni mənfi 4 ilə 4 aralığı. Həm də sıfırdan da böyüklər. Axı bayaq sıfırdan böyük tapmışdıq. Bunların kəsişməsi də olur 0-4 intervalı. Burada neçədən tam qiymət var? 1, 2, 3. Cavab 3. Biraz çətin sualdır. Bu qədər çalışdığım qədər asan izah elədim bütün sualları. Hər birimizə uğurlar. İnşallah hamı istədiyi nəticəni əldə edər. Bugünkü imtahanda da
9 imtahanda hər kəsə uğurlar. İnşallah ki, müəllimlərinizin əziyyətini yerdə qoymazsınız, həm də özünüzün. İnşallah ayın 12-si imtahan verəcək şagirdlərə və 26 imtahan verəcək şagirdlərə də uğurlar. İçi mənim şagirdlərim qarışıq, hamıya uğurlar arzu edirəm. Hər biriniz inşallah ki, istədiyiniz nəticəni əldə edərsiniz. Sağ olun, belə videoların davamlı olmasını istəyirsinizsə, videonu bəyənib, rəy yazmağı unutmayın. Bildirişləri açıq qoyun ki, xəbərdar olasınız belə videolardan və paylaşın ki, çox insanın qarşısına çıxsın və çox insana faydamız dəysin. Sağ olun uşaqlar.